Başladım. Necə düşürəm onu? Yaxşı? Hə. Deməli, uşaqlar, əsas və gəlməyənlər üçün çəkirik videonu. Əsas və köməkçi nitq hissələrinin fərqi nədən ibarətdir? Hər xırdalığına qədər deyəcəm bu videoda sizə. Deməli, əsas nitq hissələrində deyirik ki, həm leksik, həm də qrammatik mənası olur. Kiçik bir xatırlatma edək. Leksik, qrammatik məna nədir? Leksik məna sözün ilkin mənası, qrammatik məna sözün hansı nitq hissəsinə aid olmasıdır. Bəs nəyə görə köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur? Nəyə görə əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası olur? Köməkçi nitq hissələrinin ona görə qrammatik mənası olur ki, biz orada kimi sözünü, üçüncü sözünü və yaxud da vər sözünü görəndə bu bağlayıcıdırmı, bu qoşmadırmı, bu ədatdırmı, modal sözdürmü? Yəni bunları bir-birindən ayıra bilmək üçün mütləqdir ki, biz bilək də, yəni bunu ayırt edə bilək ki, bu qoşmadır, bağlayıcıdır, yoxsa ədatdır. Ona görə köməkçi nitq hissələri yalnız qrammatik mənası olur. Yoxsa ayrılıqda üçün deyirəm, üçünün bir ilkin mənası yoxdur. Ağlıma bir məna gəlmir. Ona görə də köməkçi nitq hissələrinin leksik mənası olmayacaq. O əsas nitq hissələrində olur. Əsas nitq hissələri suala cavab verib cümlə üzvü ola bilir. Amma köməkçi nitq hissələri suala cavab verə bilmədiyinə görə təbii ki, cümlə üzvü olmayacaqlar. Lakin bir dənə istisnamız var, o da qoşmadır ki, uşaqlar. Qoşma, qoşulduğu sözlə bir yerdə cümlə üzvü ola bilər. Məsələn, mən sabaha qədər Azərbaycan dili dərsini oxudum. Burada sabaha qədər sözü qədər qoşmadır. Qoşma, yönlü halda olan bir sözə qoşularaq, həmin sözün sayəsində, həmin sözə görə burada cümlə üzvü olub. Amma bu demək deyil ki, qoşma cümlə üzvü ola bilər. Əgər bu qədər sözünü sabaha sözündən ayırsam, ayrılıqda qədərin hər hansısa bir mənası, hər hansısa bir sualı yoxdur, qalmır. Başa düşürsünüz? Yəni bunun, belə deyək də, cümlə üzvü olması yanındakı sözün sayəsindədir, özünə görə deyil, aydındır fikrim. Qoşma da ki, yadda saxlayırsınızlar, qoşma özündə var, qoşulur. Qoşma neydir? Sözə qoşulur, onun sayəsində cümlə üzvü olur. Bir dənəsini lövhəyə yerləşməyib yazmamışam, o da üçüncüdür. Üçüncü odur ki, əsas nitq hissələri söz yaradıcılığında iştirak edir. Söz yaradıcılığında iştirak edir o deməkdir ki, yeni söz yarada bilir. Düzdürmü? Amma köməkçi nitq hissələri söz yaradıcılığında iştirak edib, yeni bir söz, yeni bir mənalı bir söz yarada bilməz. Bu da əsas və köməkçi nitq hissələrimizin bir-birindən fərqi olur. Bir də töv lövhəni götürərsən ki, gəlməyənlər köçürə bilsin. Videonu dayandırıb, lövhədən köçürərsiniz dəftərinizə. Sağ ol. Bağla.